Salam uşaqlar. Herkese selam və biz bugün Xankəndideyiz. Və dağdakı gördüyünüz bina Qarabağ Universitetinin bir klinikasıdır. Və orada böyük uşaqları klinikaya öyrədirlər. Həkim desəm. Həkim olmağı öyrədirlər. Ya da tibb fakültəsi. Və indi bir edirik və qabaqda sizə bir şey göstərir. Mən sizə dediyim şey Xankəndinin böyük kitabxanasıdır. Və bunun yanında da təcili yardım yerləşir. Və uşaqlar baxın görün nə qədər böyükdür. Amma bura heç bir fəaliyyət göstərmir. Bəli, orada ancaq təcili yardım var. Hələ ki. Və mən gedək başqa yerlərə görək başqa nə var. Və uşaqlar, Bakıda deyirlər ki, zibil atmaq olmaz. Amma heç yerdə zibil qutusu yoxdur. Ancaq çox uzaqlarda. Amma Xankəndə hər 10 metrdə zibil qutusu yerləşir. Baxın, hər 10 metrdən bir zibil qutusu var. Və oralarda bir neçə qutular var. Qarşı tərəf. Və ona görə də ki, hər yer belə təmizdir. Payızda hər ağacdan tökülən yarpaqları Qarışdırırlar ki, bura həm təmiz olsun, həm gözəl olsun. Və uşaqlar, bilirsiniz ki, Xankəndi indi başlayır düzəlməyə, yeşilləşdirməyə. Deyirsiniz ki, yəqin ki, orada hələ yaxşı deyil. Amma dala baxın, burada güllər nə qədərdir? çiçəklər və deyirsiniz ki, amma limon gedir. Bəlkə havası təmiz deyil, amma havası Bakının da təmizdir.